Salam değerli şagirdler. Bugün sizinle bu ilki 2026 ilin Respublika Fen müsabiqələrin 6-cı siniflər üçün olan suallarının həllinə baxacağıq. Deməli, başlayaq. İlk sualda verilib ki, 15 çıxılsın x asıldığında y 7 olarsa x-in qiymətini tapırıq. Burada y-in yerinə 7-ni yazırıq. 7 bərabərdir. 7 bərabərdir 15 çıxılsın x-a. Buradan da x alınır. 8 cevabımız olacaq 8. Daha sonra ikinci suala baxırıq. Deyir 6 rəqəmli ədəddə 6-ya tam bölünür. A-nın ala biləcəyi qiymətlərin cəmini tapın. Bilirik ki, bir rəqəm cütdürsə və 3-ə bölünürsə, bu ədəd 6-ya da bölünəcək. Ona görə öncə A-nın ala biləcəyi qiymətlərə baxaq hansılardır. A bərabərdir 0 ola bilər, 2 ola bilər, 4, 6 və 8 ola bilər. Daha sonra isə rəqəmlərinin cəminə baxacağıq. 4 üstəgəl 5, üstəgəl 8, üstəgəl 2, üstəgəl A. Bu olmalıdır 19 üstəgəl A şəklində və buradan biz 3-ə bölünən ədəd almalıyıq. Yəni A-nın yerinə bunlardan birini qoyduğumuz zaman ədədimiz 3-ə bölünməlidir. Buradan görürük ki 19 üstəgəl A deməli 21 ola bilər. Ədədimiz 1 olacaq. 2. Daha sonra bir də 27 ola bilər. Üstünə 8 gələrək başqası alınmır. Bunların da cəmi 2 üstəgəl 8 bərabərdir 10 olacaq. C variantı. Üçüncü suala baxaq. Qələmimizi biraz incəltək burada. 7-də 2 böyükdür 4 bölünsün m üstəgəl 4-dən. Öncə bunların surətlərini daha bir-birinə bərabərləşdirək. Bircə saniyə, ekranımıza tam yerləşmədi. Deməli, 7-də 4 böyükdür. Üzr istəyirəm, 7 vurulsun 2 və 2 vurulsun 2 şəklində olacaq. Böyükdür m üstəgəl 4-də 4. Yəni 14-də 4 böyükdür m üstəgəl 4-də 4-dən. Buradan görürük ki, surətləri bərabər olan kəsirlərdə məxrəci böyük olan nə olur? Daha kiçik olur. Deməli, m üstəgəl 4 nə olmalıdır? 14-dən böyük olmalıdır. O zaman 14 kiçikdir m üstəgəl 4-dən yazırıq və nə olur? M 10-dan böyük olmuş olur. O zaman 10-dan böyük ən kiçik natural ədədimiz neçə olur? 11. Cavabımız olacaq C variantı. Dördüncü sual. 1 çıxılsın 100-də 1 bölünsün 10-da 1 şəklində yaza bilərik bunu. O da olacaq 1 çıxılsın 100-də 1 vurulsun 1-də 10. Bunlar ixtisar gedəcək. 1 çıxılsın 0,1 o da 0,9 olacaq. 5-ci sual. Buradan 111-i mötərizə xaricinə çıxara bilərik. Olacaq 5 üstəgəl 5 üstəgəl 5 üstəgəl 5. Buradan da yenə eyni şəkildə çıxaraq 2 üstəgəl 2 üstəgəl 2 üstəgəl 2 üstəgəl 2. 11-lər gedəcək. Daha doğrusu 111-lər gedəcək. Burada 4 dənə 5-in cəmi, yəni 20. Burada da 5 dənə 2-nin cəmi olacaq 10. Cavabımız alınacaq 2. 6-cı sual. 2 qonşu bucaqdan birinin dərəcəsi digərinin 4 mislindən 100 dərəcə kiçik olarsa, böyük bucağın dərəcəsini tapın. 1x-dir, o birisi də 4x çıxılsın 100. Və bunların cəmi nəyə bərabərdir? Qonşu bucaq olduğuna görə 180 dərəcəyə bərabərdir. O zaman 5x bərabərdir 280, x bərabərdir 280 bölünsün 5. Yəni 56. Biri 56-dırsa, o birisi də 180 çıxılsın 56, 124 dərəcə olacaq. Cavabımız A variantı. Yedinci sual. 7-ci sualda öncə bu hissəni həll edək. Bunları ortaq məxrəcə gətirək ki, bunlar üçün ortaq məxrəc 3, 4 və 5 üçün 60 olacaq. 60-da 20A
üstəgəl 60-da 15A çıxılsın 60-da 12A şəklində yaza bilərik. Və bunları toplayıb çıxdığımız zaman alınır 60-da 23A. Bunu tapdıq. İndi misalımızın ilk hissəsinə gələk. Çarpaz şəkildə vururuq. 40 bərabərdir 23A-ya. Deməli, 23A 40-a bərabərsə gətirib burada yerinə yazırıq. Olacaq 60-da 23A bərabərdir 60-da 40-a. Bunlar da ixtisar gedəcək. Olacaq 3-də 2. Cavabımız C variantı. Sonra 8-ci sual. Öncə buranı çevirək. Olacaq A bölünsün B bərabərdir C bölünsün D bərabərdir 8-də 13. Buradan deyə bilərik ki, A və C 13-ün qatlarına, B və D isə 8-in qatlarına bərabərdir. Bunların özünü də qoya bilərik. Yanına bir K verərək də qoya bilərik. Yəni A və C 13K-ya, B və D isə 8K-ya bərabər ola bilər. Daha sonra gətirək burada yerinə yazaq. Burada yaxşı düşməyib, bu B-dir. A çıxılsın B, yəni 13K çıxılsın 8K, bölünsün 8K, vurulsun D, yəni 8K bölünsün C üstəgəl D, yəni 13K üstəgəl 8K bərabərdir. Burada bir dənə səhv düşüb, öncə ona bir baxaq. Deməli, sualın həllində belə bir şey var. Nəyə bərabərdir bu? Uşaqlar, burada sadəcə olaraq bu hissə əlavə düşüb. PDF-də problem yaranıb. Bura yoxdur normalda. Oranı biz öncə bir silək. Bizi çaşdırmasın. Neçəyə bərabər olduğunu soruşur sadəcə. Buranı sildik. Davam edək. 8K-ya. Burada alınacaq 8K-da 13 çıxılsın 8K, yəni 5K. Vurulsun. Burada isə 21K-da 8K alınacaq. Gördüyünüz kimi K'lar ixtisar gedəcək və 8'lər ixtisar gedəcək. Ən sonda qalacaq 21'də 5 A variantı olacaq. 9-cu sual. Maşın sürətini 20% artırırsa gedəcəyi yerə 18 saata çatır. Sürətini 10% azaldarsa hansı sürətlə çatar? Deməli, maşının sürətini x götürək. Bunun yerinə ədəd qoyub, yəni hər hansı bir sürət də qoyub tapa bilərsiniz. Deyək ki, sürəti x-dır və bunu 20% artırdığı zaman x-in üstünə x-in 20%-ni gəlmiş oluruq. Bu da olur x üstə gəl 0,2, yəni 1,2x. Artırdığı zaman belə olur və bütün yol üçün sərf elədiyi vaxt 18 saat olduğuna görə yolun uzunluğu nə qədər olur? 1,2x vurulsun 18. Bu bizim yolumuzun uzunluğudur. İndi sürətini 10% azaldacağı hala baxaq. X çıxılsın, x vurulsun 10 bölünsün 100. Bu da bərabərdir. X çıxılsın 0,1x, 0,9x. Deməli, 1,2x vurulsun 18 bizim yolumuzun bütün uzunluğudur. 0,9x isə yeni sürətimizdir. O zaman biz yeni sürətlə sərf edəcəyimiz zamanı tapmaq üçün ümumi yolun uzunluğunu bölürük 0,9x-a. Bu zaman x-lar gedir. Bunlar da gedir, qalır 20. 1,2 vurulsun 20 bərabərdir 24. Deməli, həmin yerə neçə saata çatar? 24 saata çatar. Cavabımız oldu D variantı. 10-cu sual. Ədəd oxu üzərində 4A plus 2 ədədi hesablama başlanğıcından 20 vahid uzaqlıqda yerləşirsə, A-nın ala biləcəyi qiymətlərin cəmini tapın.
Ədəd oxundan 20 vahid məsafədədirsə, bu ya 20-dir, ya da -20. Biz hər ikisinə baxacağıq. Yəni 4a üstəgəl 2 bərabərdir 20. 4a bərabərdir 18. A bərabərdir 4,5. Bu birinci halımız. İkinci halımız isə 4a üstəgəl 2 bərabərdir -20. 4a bərabərdir -22. A bərabərdir -5,5. Bizdən də bunların cəmini istəyir. 4,5 üstəgəl -5,5 bərabərdir -1-ə. Cavabımız olacaq A variantı. 11-ci sual. Bitişik tərəflər bir-birinə perpendikulyardır. Fiqurun sahəsi nə qədər olar? Burada öncə bölünən hissələrə uyğun tapaq. Burası 3, burası 3-dürsə, görürük ki, burası neçədir? 9-dur. Daha sonra burası 3'dür, burası da 3'dür. Burası isə deməli 20 idi, 3'ü bura getdisə 17'si burada qaldı. Bura olacaq 17 vurulsun 3, 17 vurulsun, özür 17 vurulsun 6. 17 vurulsun 6 eləyəcək 102. Daha sonra gəldik bura. Bura normalda 6, burada 12'dirsə bura olacaq 72. Burada bir problem yoxdur. Və burası 10'dur. Bura isə neçə qalır uşaqlar? Deməli 20 çıxılsın 10. Bu da 3. 7 qalır. O da eləyir neçə? 20 çıxılsın 7. 10. Ha, 20 çıxılsın 13, 7 qalır. Burada sadəcə düz gəlməyən bir şey oldu. Ona görə diqqətim yayındı. 10 vurulsun. Burada olacaq 7. 10 vurulsun 7. 70. Deməli 72 üstəgəl 70 üstəgəl 102 üstəgəl 9 və üstəgəl başqa bir şey qalmadı. Üstə bərabərdir. Tapaq bunu. Neçə eləyəcək? 72 üstəgəl 70 eləyəcək 142. Üstəgəl 102 244. Üstəgəl 9 253 edəcək. Cavabımız olacaq 253 A variantı. Daha sonra baxaq növbəti suala, 12-ci suala. Müqayisələrdən hansı doğrudur deyir. Bunları eyni məxrəcə gətirərək yenə müqayisə edə bilərik. Görürük ki, bunlar üçün ortaq məxrəcimiz neçədir? 60'dır. A'mız olacaq 60'da 35. B olacaq 60'da 44. C isə olacaq 60'da 39. Görürük ki, ən kiçiyi A'dır, sonra C'dir, sonra isə B'dir. Çünki məxrəcləri bərabər olan kəsrlərdən surəti böyük olan daha böyükdür, kiçik olan isə daha kiçikdir. A, C və B olduğuna görə düzgün variantımız da olacaq C. 13-cü sual. Sinifdəki oğlan və qız şagirdlərin sayı bərabərdir. Müəllim qızların 4'də 3'ünü, oğlanların isə 3'də 2'sini muzeyə aparır. Muzeyə gedən şagirdlərin hansı hissəsi qızdır? Buna yenə həm 4'ə, həm də 3'ə bölünüb, yəni 4'də 3 və 3'dəki hissəsini tapa biləcəyiniz bir ədəd verib, məsələn 12, məsələn 24 verib tapa bilərsiniz. Və ya tənlik quraraq tapa bilərsiniz. Biz tənlik quraraq tapaq. Deyək ki, sinifdəki qızların və oğlanların sayı x-a bərabərdir, ayrı-ayrılıqda. O zaman sinifdəki bütün uşaqların sayı da nə olur? 2x olur. Bunu bildik. Qızların deyir hansı hissəsini? 4'də 3 hissəsini. Yəni 4'də 3 x muzeyə gedən qızların sayıdır. Oğlanların isə 3'də 2 hissəsi. Yəni 3'də 2x muzeyə gedən oğlanların sayıdır. İndi biz bunun ümumi sayını tapaq. Çünki deyir ki, muzeyə gedən şagirdlərin hansı hissəsi qızdır. Bizə öncə muzeyə gedənlərin də ümumi sayı lazımdır. O da olur neçə? Deməli, bunlar üçün ortaq məxrəc 12. 12'də 9x üstəgəl 8x, 12'də 17x olacaq. 12'də 17x bütün muzeyə gedən şagirdlərin sayıdır. Bizdən də qızlar hansı hissəsi olduğunu soruşulduğuna görə qızların sayı nə idi? 4'də 3x. 4'də 3x bölünsün 12'də 17x.
Yəni bir ədəd digərini neçə faizi hansı hissəsi tapmaq üçün nə edirik? Bölürük. Burada da qızların sayının muzeyə gedənlərin ümumi sayına nisbətini tapırıq. O da olacaq 4-də 3x vurulsun 17-də 12. Bir dəqiqə. 17x-də 12. X-lar gedəcək. Bunlar gedəcək. Burada 3 qalacaq. Cavabımız da olacaq 17-də 9. Deməli, D variantı olacaq. 14-cü sual. Deməli, bir qarpız öz kütləsinin 5-də 4 hissəsindən 5-də 4 kiloqram daha ağırdır. Yəni, qarpızımızın kütləsi x-i desək, bunun 5-də 4-ündən nə qədər çox daha ağırdır? 5-də 4 kiloqram. Üstə gəl 5-də 4 bərabərdir qarpızın öz kütləsinə. O zaman x-ları bir tərəfə keçirək. Ədədlər bu tərəfdə qalsın. 5-də 4 bərabərdir x çıxılsın 5-də 4 x-a. 5-də 4 bərabərdir 5-də 1 x-a, yəni 5-də x-a. Bu zaman da görürük ki, x 4-ə bərabərdir. Bizdən də nəyi soruşur? Elə qarpızın kütləsini soruşur. Deməli, 4 kiloqram olacaq. 15-ci sual. 6 ardıcıl cüt ədədin ədədi ortası bu ədədlərin ən kiçiyinin 2 mislindən böyük olarsa. Burada deyək ki, ilk ədədimiz A olsun. 2A da verə bilərik, fərqi yoxdur. Biz A ilə hesablayaq. Birinci ədədimiz A, o birisi A üstə gəl 2, A üstə gəl 4, A üstə gəl 6, A üstə gəl 8 və A üstə gəl 10 olacaq. Bu 6 ədədimizdir. Bunların cəmi isə nə olur? 6A üstə gəl 30-a bərabər olur. Ədədi ortası isə bölünsün 6 bərabərdir. A üstə gəl 5 olacaq. Ədədi ortasını tapdıq ki, A üstə gəl 5. Deyir ki, A üstə gəl 5 nədən böyükdür? 2 misli, bəli, ən kiçiyinin 2 mislindən böyük olarsa. Ən kiçiyimiz kimdir? A-dır. Yəni, A üstə gəl 5 2A-dan böyükdür. O zaman A-nı keçiririk bu tərəfə, olur A kiçikdir 5-dən. A 5-dən kiçikdirsə, bu ədədlərin cəmi ən çox neçə ola bilər deyir. Cəmi ən çox neçə ola bilərsə, biz 5-dən kiçik ən böyük cüt ədədimizi götürəcəyik. O da neçədir? 4-dür. Deməli, birincisi 4 olsa, o birisi olacaq 6, o birisi olacaq 8, 10 və 12. O zaman bunların cəmi də neçə eləyir? 20, 10 və bir dəqiqə 20 mən 5 ədəd saymışam, çox üzr istəyirəm uşaqlar, 5 ədəd saymışam, 14 də olmalıdır burada. Bir dənə də 14 var. Deyirəm, nəsə düz gəlmir bayaqdan. Burası 20 olacaq, burası 10 və ən sonunda 54. Bəli, cavabımız 54 olacaq. C variantı. Sonra 16-cı sual. Hər birinə soldan sağa doğru artan ardıcılı bir natural ədədin natural bölənləri yazılmışdı. Deməli, öncəliklə burada 2 varsa və natural bölənlərdən bəhs olunursa, bilir ki, bir bütün ədədlərin natural bölənidir. Ona görə 1-i yazırıq bura. 1-i yazdıq. 2 var. 6 da varsa, yəni bir ədəd 6-ya bölünürsə və 2-yə bölünürsə və bu da artan ardıcılıqla yazılır, deməli, o birisi də 3-dür. Yeni ədədimiz olacaq 3. Daha sonra 27 var. Bir ədəd 27-yə bölünürsə, deməli, o neçəyə də bölünür eyni zamanda? 9-a da bölünür. Və artan olduğuna görə A-nın yerinə də gələcək 9. Və bir ədəd həm 2-yə, həm də 9-a bölünürsə, neçəyə bölünür? 18-ə bölünür. İndi 1-ə, 2-yə, 3-ə, 6, 9-a, 18-ə və 27-yə bölünən bir ədəddə neçəyə bölünəcək? 54-ə bölünəcək. Deməli, biz buna əsasən A vur B bölünsün C-ni istəyir. Yəni, A-mız neçədir? 9 vurulsun 18 bölünsün 54 istəyir bizdən. Bunlar ixtisar gedəcək, qalacaq 3, 9 bölünsün 3, 3-ə bərabər olacaq. Sonra gəldik 17-ci suala. N və K natural ədədlərdir. N kvadratı üstə gəl N, üstə gəl K cəmi tək ədəddirsə, aşağıdakilərdən hansı hər zaman təkdir?
Bunu belə eləyə bilərik. N-i buradan mötərizə xaricinə çıxardaq. N vurulsun N plus 1 üstəgəl K. Bu tək ədəddir. Deməli, baxın, N vurulsun N plus 1 ardıcıl ədədlərdir. İki ardıcıl ədədin hasili hər zaman cüt olacaq. Nəyə görə? Çünki biri hökmən nədir? Cüt ədəddir. Tutalım 2 və 3, 3 və 4. Mütləq biri cüt var və bir işin içində cüt varsa o hasil hər zaman nədir? Cütdür. N vurulsun N plus 1 cüt olduğuna görə və bu yekun olaraq tək olduğuna görə K bilirik ki, təkdir. K-nın tək olduğunu tapanda indi bir-bir variantları araşdıraq. K təkdir, 3 də təkdir. Bunların cəmi nədir? Cüt. Bu getdi. N üstəgəl K. N-in cüt və ya tək olduğunu bilmirik. Buna görə bu cüt də ola bilər, tək də ola bilər. Amma bizdən hər zaman tək olanı istəyir. Bu da getdi. Daha sonra baxaq C variantına. K kvadratı üstəgəl 2K. K təkdirsə, təkin kvadratı da təkdir. Yəni, burası təkdir. 2K isə 2-ni nəyə vurursan vur, cüt olur. Ona görə bu da cütdür. Tək üstəgəl cüt isə hər zaman nədir? Təkdir. Ona görə bizim cavabımız olacaq C variantı. Sonra 18-ci sual. Aşağıdakı kartın ön və arxa özlərinə yazılan iki rəqəmli natural ədədlər bir-birlə qarşılıqlı sadə ədədlərdir. Qarşılıqlı sadə nə idi? Əbubu 1 olan ədədlər. Yəni, ortaq böləni 1 olan ədədlər. O zaman bizə nə istəyir? A-nın yerinə yazıla biləcək rəqəmlərin cəmi neçə olar deyir. Baxaq bir-bir. Deməli, 17 ola bilər qarşılıq sadə olması üçün. Yəni, A 1 ola bilər. Daha sonra 27 olmaz, çünki 3-ə bölünür hər ikisi. 37 ola bilər, yəni A 3 ola bilər. 47 ola bilər, 57 ola bilməz, çünki hər ikisi 3-ə bölünür. 67 ola bilər, həm sadədir, həm də ardıcıldır, yəni 6 ola bilər. 77, hər ikisi 11-ə bölünür, ola bilməz. 87 3-ə bölünür, ola bilməz. Bir də 97 ola bilər. Deməli, A-nın yerinə yazıla biləcək rəqəmlərimiz bunlardır və bunların cəmini istəyir bizdən. Bu da eləyəcək neçə? 23. Cavab B variantı olacaq. 19-cu sual. Deməli, bərabər uzunluqda 6 hissəyə ayrılır. Ekranda yaxşı görünmür sanki. 6 hissəyə ayrılır. Hissələrin uzunluqları 5 cm daha qısa olsaydı 8 bərabər hissəyə ayrıla biləcəkdir. Taxtanın uzunluğu neçə santimetrdir? Yəni, hər birinin uzunluğuna x desək, buradakine. Bunun ümumi uzunluğu olacaqdı 6 vurulsun x. 5 santimetr qısa olsaydı, yəni x çıxılsın 5 olsaydı, neçə hissəyə bölünürdü? 8 hissəyə. Bu da olur 8 vurulsun x çıxılsın 5. İndi bu tənliyi həll eləyək. 6x bərabərdir 8x çıxılsın 40-a. 2x bərabərdir 40-a. X də bərabərdir 20-yə. X 20-yə bərabərdir. Bizdən taxtanın uzunluğunu istəyir. 20 vurulsun 6 bərabərdir 120 olacaq. B variantı olacaq cavabımız. Sonra 20-ci sual. Hər birinə müxtəlif natural ədədlər yazılır və sətirlər, sütunlar və diaqonallar üzrə cəmlər eynidir. Bura 6 məncə yoxdur, özü düşüb. Öncə ondan bir qurtulaq həmən. Sual bu şəkildə olmalıdır. Deməli, biz bura mərkəzə deyək A. Mərkəzdəki A-dırsa, bu diaqonal olaraq bunun cəmi neçə olmalıdır? 5 üstəgəl 7 üstəgəl A. Yəni 12 üstəgəl A. 12 üstəgəl A olmalıdırsa, burada 3 var. Burada A varsa neçə çatışmır? 9 çatışmır. Deməli, buraya yazırıq 9. Və bunu yazaraq görürük ki, buradakı diaqonal sətir və sütunların cəmi neçəyə bərabərdir? 18-ə bərabərdir. Bura oldu 18. O zaman bir-bir yerinə qoyaraq tapmaya çalışaq ki, hansı ədəddir ən böyüyümüz. Bura dedik ki, bayaq 18-dirsə, 3 üstəgəl 9 12 olacaq, 18 olması üçün 6 olacaq. Bu 6-nı biz yazdıq. Daha sonra 6 üstəgəl 2 8-dir. Bunu tamamlamaq üçün 10 lazımdır. Bura yazdıq. 5 üstəgəl 9 14-dür. 18-i tamamlaması üçün 4 lazımdır. 3 üstəgəl 7 10-dur. Tamamlanması üçün 8 lazımdır. Deməli, yazılmış ən böyük ədəd neçə oldu? 10 oldu. 21
birinci ədəd biraz yaxşı görünmür, amma baxaq. Deməli, öncə bilirik ki, burada neçə dənə var? 300 dənə deyimiz var. Bu isə şəkildə yox idi normalda. Bunu biz əlavə eləmişik. Yəni yazılanda əlavə düşüb. 300 dənə var və bunun belə bitdiyini nədən bilə bilərik? Baxın. Bu formada gedir. Bax. 3, 3, 3, 3 belə gedir gördüyünüz kimi. Deməli, 300-cüyə çatmaq üçün, yəni 3-ə tam bölündüyünə görə 100 dənə bu formalı üçlü alınmalıdır. Deməli, bir üçlüdə neçə dənə nöqtə olduğuna baxaq. Bir üçlüdə neçə dənə üçlü var? Bir üçlüdə neçə dənə çəhrayı nöqtə var? 1, 2, 3, 4, 5 dənə. Bir üçlüdə 5 dənə varsa, burada da 100 dənə üçlü fiqur var. O zaman birində 5 dənə varsa, 100 dənəsində neçə dənə olacaq? 100 vurulsun 5. Bərabərdir 500 dənə. Deməli, 500 dənə nöqtə var. Amma sonuncusunda kəsişmə nöqtələrində bundan sonra davam edən olmadığına görə 2 nöqtə əlavə olunmayacaq. Ona görə biz 500-dən də 2 nöqtəni çıxacağıq. Olacaq 498. Cavabımız C variantı. Daha sonra 22-ci sual. X, Y və Z natural ədədlərdir. 3x bərabərdir 2y, 4x 5z, z bölünsün 25 olduğuna, z 25-dən kiçik olduğuna görə x-in ala biləcəyi müxtəlif qiymətlərin cəmi neçə olar? Burada görürük ki, 3x və 4x var. Öncəliklə biz bunları bir ortaq vurğuya gətirərək başlayaq. Yəni, ortaq bir ədədə gətirərək başlayaq. Bunlar üçün ortaq neçədir? 12-dir. Əkobları 12-dir. O zaman 12x bərabərdir 8y-dir. 12x bərabərdir 15z-dir. Bunu yazaq öncəliklə və buradan alırıq ki, 12x bərabərdir 8y bərabərdir 15z-də. Deməli, biz bunlar üçün artıq bölündüyü zaman bir-birinə bərabər ədədlər alınması üçün və hasillər bir-birinə bərabər olması üçün bunların əkob tapmalıyıq. Biz o zaman 12, 8 və 15 üçün bir əkob tapaq. Bu əkob da neçə eləyir? 120. Bu 120-dirsə, biz bunu 120 və 120-nin qatlarına bərabər eləyərək davam edə bilərik. İlk olaraq deyək ki, 120 olsun. 120-yə bərabər olması üçün x olacaq 12 vurulsun 10, y olacaq 8 vurulsun 15, z olacaq 15 vurulsun 8. Bunları yazdıq. Burası x, burası y, burası z. Amma bizim z-in 25-dən kiçik olma şərtimiz var. Ona görə 25-ə çatana qədər mümkün halları yoxlamalıyıq. İndi 120-nin 2 qatına baxaq. 240-a baxaq. 12 vurulsun 20, 8 vurulsun 30, 15 vurulsun neçə olacaq? 15 vurulsun 16. Yenə z 16-dır. Bir üçüncü hala baxaq. Yəni 360 olacağı hala. 12 vurulsun 30. 8 vurulsun 45. 15 vurulsun 24. Artıq gördüyünüz kimi növbəti addıma keçəndə 24. Z üçün 24-dən daha böyük bir ədəd alacaq. Ona görə burada dayanırıq. Və bizdən x-in ala biləcəyi mümkün qiymətlərin cəmini istəyir. Bunlar da neçədir? 10, 20 və 30. Bunların cəmi də 10 üstə gəl 20, üstə gəl 30 bərabərdir 60 olacaq. C variantı. 23-cü sual. A, B çıxılsın 1 və C plus 1 ədədləri uyğun olaraq 3, 5 və 7 ədədlərlə düz mütənasibdir. Buna görə 2A, 3A çıxılsın 2, 5 üstə gəl C 21 olduğuna görə, okey. Deməli, A 3K-ya bərabərdir. B çıxılsın 1, 5K-ya bərabərdir. C üstə gəl 1, 7K-ya bərabərdir. Buradan biraz da əvəz etmə aparaq. Yəni, A yenə 3K-ya bərabər olsun. B nə olacaq? 5K üstə gəl 1-ə. C isə 7K çıxılsın 1-ə bərabər olmuş olacaq. Və burada gətirib yerinə qoyaq. A-mız 3K-dırsa, 3 vurulsun 3K çıxılsın 2 vurulsun
5K plus 1 üste gel 7K çıxılsın 1 bərabərdir 21'e. 9K çıxılsın 10K çıxılsın 2 üste gel 7K çıxılsın 1 bərabərdir 21. K'ları toplayıp çıxdığımız zaman alırıq 6K. 2 ve 1'i diğer tarafa keçəndə isə alırıq 24. K bərabərdir 4'e. K 4'e bərabərdir. Bizdən nə istəyir? B üstə gəl C'ni. B ilə C'ni tapaq. Yerine qoyaq. 5 vurulsun 4 üstə gəl 1 bərabərdir 21. 7 vurulsun 4 çıxılsın 1 bərabərdir 27. Bunları topladığımız zaman alırıq 48. Cevabımız D variantı olacaq. Sonra 24. sual. Deməli 24. sual. Nə deyir bizdən? Rəqəmlərdən istifadə edilərək rəqəmləri müxtəlif 5 rəqəmli ədədində ödənir. Neçə belə ədəd var? Okay. Deməli A üstə gəl B, D üstə gəl Y-yə bərabərdir. O zaman bir dənə mümkün hallarımıza baxaq. Bu nə ola bilər? 0 üstə gəl 8 nəyə bərabər ola bilər? 2 üstə gəl 6'ya bərabər ola bilər. Daha sonra 2 üstə gəl 8 6 üstə gəl 4'e bərabər ola bilər. 0 üstə gəl 6 2 üstə gəl 4'e bərabər ola bilər. İndi bunun üçün bir cədvəl quraq. Belə bir cədvəl quraq. Burada görmək daha rahat olacaq bizim üçün. 1, 2, 3, 4 ve 5. Buranı biraz böyüdək. A, B, C, D, Y. İlk olarak bunlardan başlayaq. 0'dan başlaya bilmir. Ona görə belə 8'i qoyaraq başlayaq. 8, 0, ortada 4 gələcək. 2, 6. 8, 0, 4, 6, 2. Daha sonra bunların yerini dəyişdirək. 6, 2, 4, 0, 8. 6, 2, 4, 8, 0. 2, 6, 4, 0, 8. Sonra isə 2, 6, 4, 8, 0. Gördüğünüz gibi 0 olduğu halda neçə dənə oldu? 6 dənə mümkün hal olmuş oldu. Deməli bu üçüncüsü üçün də 6 hal olmuş olacaq. Fərqlilik burada olacaq. İndi onu yoxlayaq. Onun üçün təkrar bir cədvəl çəkək burada. Bunu silirik. Bunları uzadaq təkrar. Deməli baxaq. 2, 8, 0, 4, 6. 2, 8, 0, 4, 6. Sonra 2, 8, 0, 6, 4. 8, 2, 0, 4, 6. 8, 2, 0, 6, 4. Yani bunların yerini yenə dəyişək. 4, 6, 0, 8, 2. 4, 6, 0, 2, 8. 6, 4, 0, 8, 2. 6, 4, 0, 2, 8. 8 dənəsi də buradan alındı. Və toplam neçə halımız oldu? 6, 8 və 6. Toplamda 20 cür ədəd, 20 ədəd almış ala bildik. Oldu C variantı. 25. sual son olaraq nə deyir? Bərabər hissələrə bölünmüşdür. B'nin qiymətini tapın. Öncəliklə buradakı məsafəyə baxaq. Bura nə qədərdir? 7'dir. Və 3 bərabər hissəyə bölündüyünə görə bu ikisi arasındakı məsafə 7 bölünsün 3'ə bərabər olacaq. O zaman biz A'nı tapmaq üçün mənfi 1'in üstünə 3'də 7'ni gələ bilərik. Bu da eləyir neçə? Deməli 3'də 4. Burası 3'də 4'dür. A 3'də 4'dür. B'ni tapmaq üçün 3'də 4'ün üstünə 3'də 7 gələ bilərik və ya 6'dan 3'də 7'ni çıxa bilərik. Çünki
Bu məsafələr də yenə eynidir. A vurulsun B-ni tapmaq üçün o zaman 6 çıxılsın 3-də 7 yazaq. Bu da 6 3-də 18-dir. 3-də 7-dən 18-dən 3-də 7 çıxanda qalır 3-də 11. Burası da 3-də 11-dir. A vurulsun B 3-də 11-dirsə bizdən nəyi soruşur? B-ni soruşur. B-ni tapmaq üçün biz 3-də 11-i bölməliyik A-ya. Yəni 3-də 11 bölünsün 3-də 4 bərabərdir. 3-də 11 vurulsun 4-də 3-ə. 3-lər gedəcək, qalacaq 4-də 11. Cavabımız D variantı olacaq. Əziz şagirdlər, ümidvaram ki, hamınıza faydalı olar. Biraz geç çəkilmiş bir video oldu və videonun geç çəkilməsinin səbəbi mən bunun PDF-in təmiz halını tapa bilmədim və bunu da süni intellekt vasitəsilə təmizləmişəm. Ona görə bəzi sıxıntılar yaranmış ola bilər. Ümid edirəm yenə hamınıza faydalı olar. Uğurlar dilirəm. Sağ olun.